Okay. Mhm. Sizə bugün üç balaca mövzu haqqında məlumat verəcəm. Это имя существительные, имя прилагательные və substantivированные слова. Hər şeydən öncə ondan başlayım ki, düşünürəm ki, bu mövzu çox tələbələrimizə tanış bir mövzudur. Bakalavr dövründən və yaxud da universitet dövründən bu mövzuda tanışsınız. Mən sizə sadəcə imtahanda qarşınıza çıxa biləcək hissəsini izah edəcəm. Normalda bu mövzu biraz fərqli keçirilir, fərqli tədris olunur və yaxud da içərisində çox böyük informasiyalar var. Lakin mən sizə sadəcə imtahanda qabağınıza nə çıxacaqsa onu izah edəcəm ki, biz necə deyim, fikrimizi sadəcə buna odaqlayaq. İmя существительные, имя прилагательные. Ümumiyyətlə bu mövzular ayrı nəzəri sual olaraq imtahanda düşmür. Yəni məsəl üçün mən son 4 ildir işləyirəm magistr tələbələri ilə və son 4 ildir bütün qəbullar mənim əlimdə var. Bütün qəbullarda demək olar ki, iştirak etmişəm. Hər şey haqqında məlumatım var və mən sizə açıq-açıq onu deyəcəm ki, İmя существительные mövzusunu siz imtahanda ayrı bir mövzu olaraq görməzsiniz. Məsəl üçün biz sizinlə bugün rod imen существительных keçəcəyik. İsmin cinsi haqqında mən sizə məlumat verəcəm. İmtahanda mən son 4-5 ildir hər hansısa bir söz məsəl üçün qeyd olunsun və sizdən onun ismin hansı cinsə aid olduğunu xahiş etsinlər deyə bir sual görməmişəm. Məsəl üçün tutalım, slavar sözünü yazıb soruşmur ki, bu söz hansı cinsə aiddir və yaxud da bu söz hansı skloniyaya aiddir və yaxud da bu söz hansı padejdə istifadə olunub. Yəni bu tip nəzəri suallarımız imtahanda yoxdur. İndi deyəcəksiniz ki, müəllim, madəm yoxdur, biz bunu niyə keçirik də? İzah edin. Birincisi, e, ismin cinsini bilmədən biz sizinlə çox şey edə bilmərik. Məsəl üçün, esse yazırsınız, bu mütləq sizə isim, sifətin cinsi lazımdır. Çünki siz orfoqrafik səhvləri buraxmamaq üçün mütləq və mütləq onların uzlaşmasına diqqət yetirməlisiniz. İkinci olaraq, bu elə bir mövzudur ki, mənim sizə bundan sonra izah edəcəyim mövzulardan, məsəl üçün deyirəm, biz sizinlə bağlayıcı keçəcəyik, biz sizinlə feilin keçmiş zamanı ilə tanış olacağıq və yaxud da keçəcəyim digər qrammatika mövzularında da mütləq və mütləq bu qrammatikaya əsaslanan nüanslar və momentlər var. Qısacası onu deyim ki, bunu keçməkdə əsas səbəbim imtahanda bunun nəzəri bir sual olaraq düşəcəyi deyil də, daha çox digər mövzulara kömək mənasında keçirilir bu. Ona görə xahiş edəcəm ki, bu bir bazadır. Bu haqda da məlumatınız olmalıdır. Bir də indi mən sizə isim və sifətin cinsi haqqında məlumat verəcəm. İsim və sifətin bir dənə ortaq sualı ola bilər ki, imtahanda qabağınıza çıxma ehtimalı çox olan suallardandır. Bu isim və sifətin uzlaşmasıdır. Uzlaşma da tamamilə indi sizə izah edəcəyim məsələdir. Ümid edirəm ki, məni anladınız. Daha sonra da biz bu məsələdə bir problem yaşamayacağıq. İndi gələk rod imen существительных. Hər şeydən öncə ondan başlayım ki, isim üç cinsə görə bölünür. Yəni ki, bizim rus dilində olan isimlərimiz kişi cinsi, qadın cinsi və yaxud da orta cinsə görə bölünə bilərlər. Ə, Əsas nüanslarımızdan biri, çox xahiş edirəm, onu yadda saxlayaq ki, bizim isimlərimiz üç cinsə görə bölünür. Yəni, ya kişi cinsinə, ya qadın cinsinə, ya da orta cinsə aiddirlər. Heç bir isim rus dilində cins dəyişə bilməz. Çox xahiş edirəm, bu nüansı yadda saxlayaq. Heç bir isim cins dəyişə bilməz. Mənim məsəl üçün telefon sözüm var. Gəlin istəyirsiniz mən o sözü sizə bura qeyd edeyim. Məsəl üçün belə bir dənə söz yazıram sizin üçün. Telefon. Bu söz hansı cinsə aiddir? Мужской. Мужской. Muşko rod. Правильно. Слово относится к мужскому роду. Yadda saxlayın. Bu sözün başına nə gəlir gəlsin, nə olur olsun. Məsəl üçün, hətta bu sözün sonunda A belə görmüş olsaz ki, bu versiya olan versiyadır da, yəni telefona, telefonum yoxdur, родительный падежdə istifadə olunan bir versiyadır. Xahiş edəcəm ki, nəzərə alın. İsim ilkin formasında hansı cinsə aiddirsə, bütün formalarında da eyni cinsə aid olmuş olaraq qalacaq. Onun cəm forması, tək formasında olan hər hansısa başqa bir qrammatik forması ismin cinsini əsla və əsla dəyişə bilməz. Bu bizim ilkin ən əsas necə deyim, pravilalarımızdan biridir. Xahiş edəcəm ki, yadda saxlayasınız və nəzər yetirəsiniz. İsim cins dəyişmir. Bizim isimlərimiz ya kişi cinsinə aiddir, ya qadın cinsinə aiddir, ya da orta cinsə aiddir. Heç bir isim kişi cinsindən çıxıb qadın cinsinə keçə bilməz və yaxud da qadın cinsindən çıxıb nə bilim orta cinsə keçə bilməz. Bu mümkün deyil, xanımlar və bəylər. Ümid edirəm ki, bura qədər aydın oldu. İndi madəm dedik ki, kişi cinsinə aid olan isimlərimiz kişi cinsinə aid ola bilər, yadda saxlayaq ki, kişi cinsinə bizdə aiddir. Samitlə bitən sözlərimiz
Baxın, məsəl üçün sizə bura bəzi sözlər qeyd etmişəm. Stol, цветок, karandaş, вечер, dom. Söz ilkin formasında nə ilə bitir? Samitlə bitir. Samitlə bitirsə hansı cinsə aiddir? Kişi cinsinə aiddir. İkinci olaraq bizim belə bir isimimiz var. Pуть. Pуть Azərbaycan dilinə yol deyə tərcümə olunur. Bu söz istisna hal olaraq kişi cinsinə aiddir. Niyə istisna haldır? Niyə belə bir söz ümumiyyətlə var falan filan? Bunlara heç girməyin, bu sizə lazım deyil. Sadəcə onu yadda saxlamalısınız ki, bu sözümüz kişi cinsinə aiddir. Daha sonra belə bir nüansımız var xanımlar və bəylər. Məsəl üçün mən sizə belə bir dənə söz yazım və sizdən bunun cinsini xahiş edim. Liqa sözüm hansı cinsə aiddir xanımlar bəylər? Hı? Женский. Женский rod. Elə hardan bilirəm mən bunun женский rod olduğunu? Aynen bitir də, düzdür? Və mən Hayat. bəli, bəli. Və mən bilirəm ki, sözüm ilkin formasında A və yaxud da ya ilə bitirsə, mən onu qadın cinsinə aid edirəm. Amma xanımlar və bəylər, rus dilində bizim bəzi sözlərimiz var ki, hansılar ki, vроде A və yaxud da ya ilə bitirlər. Baxın, mən bu sözlərdən söhbət gedir. Papa, dядя, Сережа, юноша, мужчина, дедушка. Fikir versəz, bunlar da A və yaxud da ya ilə bitirlər də. Normalda qrammatikaya görə mən bunları aid etməliyəm qadın cinsinə. Amma bu sözlər özü özlüyündə ə, kişi cinsini bildirdiklərinə görə, yəni məsələn, papa, ata, dядя, dayı və yaxud da əmi deyə tərcümə olunur da. Düşünürəm ki, biraz məntiqsiz olar da biz onları qadın cinsinə aid etsək. Ona görə yadda saxlayaq ki, a və yaxud da ya ilə bitib kişi cinsini bildirən sözlərimiz də aid olacaq kişi cinsinə. Bunların ən çox belə rastlananları qeyd etmişəm. Papa, dядя, юноша, мужчина, дедушка. Хорошо? Dедушка, mужчина, юноша, bəli. Azərbaycan dilində fərqli şəxslər cinslərə aid olur. Şəxslər cinslərə aid olur. Bu, ümumiyyətlə Azərbaycan dilində cins olduğu haqqında bilmirəm. Məncə Azərbaycan dilində cins yoxdur. Отвечает на вопрос, да, он мой, да. Отвечает на вопрос, он мой. Bura qədər hər hansısa bir sualınız var, xanımlar, bəylər? Hə, okey, anladım insanlar. Varmı hər hansısa bir sualınız və yaxud da aydın olmayan nəsə var? Ümid edirəm ki, yox. Yoxsa keçirəm bir balaca bir məsələyə. E, Və qadın cinsinə biz sizinlə nə dedik? Dedik ki, aiddir hansı sözlərimiz, hansılar ki, A və yaxud da ya ilə bitirlər. Məsəl üçün, kniga, mama, я не знаю, там, dерevня, kənd deməkdir. Düzdür, bu tip sözlərimiz. İndi xanımlar və bəylər, bəzi məsələmiz var. Bizə elə rus dilində bəlkə çətinlik yaradan durumlardan biri də bu məhki znakla bitən sözlər. Ümumiyyətlə, mən məhki znak hər zaman parazit adlandırıram. Çünki rus dilində harada çətin bir məsələ varsa, mütləq orada məhki znak məsələsi olmalıdır da. Problemimiz ondadır ki, məhki znakla bitən sözlərimiz, baxın, söhbət bu znakdan gedir. Məhki znakla bitən sözlərimiz kişi cinsinə də aid olmuş ola bilərlər, qadın cinsinə də aid olmuş ola bilərlər. Yəni, onların orta cinsə aid olma kimi bir ehtimalı yoxdur. Bu sözlər ya kişi cinsinə aiddirlər və yaxud da qadın cinsinə aiddirlər. Normalda rus dilində bunun çox asan bir yolu var əslində aid etməyində. Amma o yol biraz Azərbaycan dili tələbələr üçün işlək bir metod olmadığına görə mən düşündüm ki, sizə burada yazmağım daha uyğun olar. Bir daha təkrarlayıram. Məhki znakla bitən sözlərimizin yarısı kişi cinsinə, yarısı qadın cinsinə aiddir. Bura sizə kişi cinsi ilə bitən sonluqları və bəzi sözləri qeyd etmişəm. Məsələn, baxın, əgər söz ari ilə bitirsə, məsəl üçün словари, календари tipli söz və yaxud da tellə bitirsə, учитель, свидетель, məsəl üçün, gəlin biraz bunu böldüm, belə daha Aha. Учитель, свидетель, görürsüz, tellə bitir. Və yaxud da ZD məhki znak, JD məhki znakla bitirsə, dождь, yağış deməkdir, гвоздь, mismar deməkdir. Əgər söz BL məhki znakla bitirsə, rубль, dubl, например, правильно? Bu ilin bütün ayları fərqi yoxdur. Məhki znakla bitdi, bitmədi. Bütün ilin ayları rus dilində kişi cinsinə aiddirlər. Və heyvan adları hansılar ki, məhki znakla bitir. Məsəl üçün, medved. Gəlin sizə onu bura yazdım, istəyirsinizsə. Medved, например. Görürsünüz, məhki znakla bitir. Deməli, kişi cinsinə aiddir. Bu mötərizədə qeyd etdiklərimdən başqa. Bu qeyd etdiklərim heyvan adları qadın cinsinə aiddir. Baxın, yazmışam bura, kromi. Amma normalda əgər söz məhki znakla bitirsə və bu heyvanı bildirirsə, o sözümüz aid olacaq kişi cinsinə. Yenə deyirəm, burada təbii ki də bütün sonluqlar yoxdur. Sizə bura daha çox qarşımıza çıxa bilən sonluqları qeyd etmişəm də, belə deyim sizə. Хорошо?
Ə, Ona görə bunları belə yadda saxlasanız, düşünürəm ki, daha rahat olar, işiniz daha yaxşı olar. Hər hansısa bir sualınız var, xanımlar, bəylər? Aydın olmayan, qaranlıq qalan nəsə var? Hı? Xahiş Hayır. edəcəm, geri dönüş edəsiz. Aydındır hamıya hər şey. Çox gözəl. Çox şad oldum. Okey, gəlirəm qadın cinsi məsələsinə. Artıq öncədən deyim ki, qadın cinsi məhk znakla bitən sözlərimizin də yarısı qadın cinsinə aiddir. Məsəl üçün, burada sizə a və yaxud da ya ilə bitən sözlərin bəzilərinin gətirib belə istisna olaraq göstərmişəm. O istisna olaraq qayda olaraq göstərmişəm ki, məsəl üçün a və yaxud da ya ilə bitən sözlərim normalda qadın cinsinə aid olar. Bir də məhk znakla bitən məsələmiz var bizim. Yadda saxlayın, sözlər oist, ist və yaxud da есть ilə bitirsə, məsəl üçün baxın, novost, зависть, svежесть, məsəl üçün bu tipli sözlərimiz aid olacaq qadın cinsinə. Daha sonra yadda saxlayın, əgər sözlər baxın bu hərflərlə bitirsə, belə deyim də, sizə bu hərf uzlaşmaları ilə, əlaqələri ilə bitirsə, bu nədir? Belə bir şey yadda saxlayın ki, əgər siz rus dilində j, ş, ç və şərdən sonra məhk znak görürsünüzsə və sizin bu qabağınızda olan söz isimdirsə, çox xahiş edirəm sözün isim olmasına diqqətlə yanaşasınız. Çünki bəzən elə olur ki, fərqli nitq hissəsi ola bilər, amma tələbə başlayır onun cinsini müəyyənləşdirməyə. Bir daha təkrarlayıram. Əgər J, Ş, Ç, Ş-dən sonra məhk znak görürsünüzsə və sözün isim olduğundan əminsinizsə, bir nüansdan da əmin ola bilərsiniz ki, bizim o sözümüz qadın cinsinə aiddir. Məsəl üçün, baxın, belə bir dənə söz yazım sizin üçün. Noç, например, da, düzdür, gecə deməkdir. İsimdirmi? Bəli, isimdir. Qadın cinsinə aiddirmi? Bəli, qadın cinsinə aiddir. Hardan bilirəm? Ç-dən sonra məhk znak gəlib. Amma məsəl üçün, rus dilində belə bir dənə sözümüz var. Bereç. Tərcüməsini bilən var tələbələrimizin arasında. Hı? Nə deməkdir bereç? Bereç Azərbaycan dilində qorumaq deyə tərcümə olunur və bu bir feildir. Buradan olan bu çiyə mərkəzinə Azərbaycan dilində olan maqməqi bildirir xanımlar və bəylər və bu sözün mən artıq görürsüz sırf feil olduğuna görə cinsini müəyyənləşdirə bilmirəm. Bu mövzuya aid test atacaqsınız. Bəli, bu mövzuya aid testləriniz olacaq, amma çox olmayacaq. Çünki mövzunun düşmə ehtimalı az olan mövzulardandır. Bir də uzlaşma olaraq düşür deyə sırf ora aid olan testlərə göndərəcəm sizə. Daha sonra V məhki znakla, T məhki znakla və pislə bitən sözlərimiz də aid olacaq qadın cinsinə. Məsəl üçün, любовь, мать, rukopis, живопись. Bu tip sözlərimiz də aid olacaq qadın cinsinə. Bir məsələni də belə balacalarından izah etmək istəyirəm. Rus dilində 12 dənə fərqli hallanan isimimiz var. Bunların adı niyə fərqli hallanandı və yaxud da niyə belə bir termin var? Bu sizə lazım deyil, sizə imtahanda bu düşməyəcək. Mən sizə bunu niyə izah edirəm? Yadda saxlayın ki, bu 12 dənə fərqli hallanana rus dilində olan 10 dənə məy ilə olan sözə aiddir. Время, бремя, вымя, имя, племя, пламя, стремя, семя, знамя, тема, temə. Bura aiddir kişi cinsinə aid olan puç sözü və cicə sözü. Bir daha təkrarlayıram. Rus dilində 12 dənə fərqli hallanan isimimiz var. Bunlardan 10 dənə mya ilə olan sözümüz var. Время, бремя, вымя, имя, племя, пламя, стремя, семя, знамя, темя. Puç və cicə sözü aiddir bura. Yadda saxlayın ki, bu 12 dənə fərqli hallanandan 10 dənə mə ilə olan sözümüz, baxın bu sözləri nəzərdə tuturam və cicə sözüm aid olacaq orta cinsə, srednyo roda aiddir. Bir daha təkrarlayıram, bu 10 dənə mə ilə olan sözümüz və cicə sözü aiddir orta cinsə. Puç sözünün bayaq hansı cinsə aid olduğunu qeyd etmişdim. Bir dənə xahiş edirəm, xatırlayın mənim üçün. Hı? Hansı cinsə aiddir puç sözü? Cinsi, kişi. Kişi cinsinə aiddir. Anlaşıldı mı? Baxın, bu sözlər haqqında bu məsələni yadda saxlamalısınız ki, 12 dənə fərqli hallanan isimimiz var. Onlardan cəmi 11 dənəsi, daha doğrusu cəmi bir dənəsi kişi cinsinə aiddir. O da puç sözümüzdür. Digər 11-i, yəni 10 dənə mə ilə olan və cicə sözümüz də aiddir orta cinsə. Məndən sizə məsləhət, əgər
yadda saxlamaq istəyirsə, sözləri tərcümə ilə birlikdə öyrənsəz, çox-çox daha rahat olar sizə. Və orta cinsdən bu məsələni də bildik və əsas sonluğu da təbii ki də o yerdə düşünürəm ki, bu haqda da artıq məlumatınız var. Утро, məsəl üçün озеро, окно, упражнение, море и так далее. Aydın olmayan nəsə varmı? Qaranlıq qalan nəsə varmı? Hı? Xeyr, Hı? bəli. Hər şey aydındır. Hı? Heç bir çətinliyiniz yoxdur. Nə gözəl, nə möhtəşəm. Aydındır, bəli. Okay. Bu bizə aydın oldusa, mən ismi qoyuram bir kənara və sifət haqqında sizə məlumat vermək istəyirəm. Sifət haqqında məlumatı da necə verəcəm? Elə burada, baxın, hətta burada aşağıda sizin üçün qeyd etmişəm ki, daha rahat olsun. Sizə, məsəl üçün, ismin cinsi haqqında sizə məlumat verdim. İndi sifətin cinsi haqqında məlumat verəcəm və onlara ortaq olan bir sual tipi var ki, izah edəcəm ki, həmin o sual tipi ki, imtahanda düşə bilər. Ümumiyyətlə, uzlaşma suallarımız var bizim. Bu, məsəl üçün, sifət və ismin uzlaşması ola bilər, say və ismin uzlaşması ola bilər ki, bu tip suallar imtahana düşmə ehtimalı var. Sadəcə bu nüansdan düşür də, məsəl üçün, maksimum sizə düşəcək cins məsələsinə görə və yaxud da tək və yaxud da cəmdə istifadə olunma məsələsinə görə. Səhv etmirəmsə, Azərbaycanca ona kəmiyyət deyirlər. Bilmirəm artıq nə dərəcə düzgün bilirəmsə. E, Deməli, biz dedik ki, bizim isimlərimiz üç cinsə görə bölünür. Kişi cinsi, qadın cinsi və orta cins. Təbii ki də bir də ayrı olaraq cəm formamız var, onu da bilirsiniz. Eyni bu cinsə bölünmə məsələsi bizdə kişi cinsinin, elə doğrusu sifət məsələsində də var. Bizim sifətlərimiz də kişi cinsinə, qadın cinsinə və yaxud da orta cinsə görə bölünə bilirlər. Məsələ odur ki, mən elə dərs başlayan kimi sizə dedim ki, bizim isimlərimiz cins dəyişmir. Yəni heç bir isim kişi cinsindən çıxıb qadın cinsinə keçə bilməz. Qadın cinsindən çıxıb orta cinsə keçə bilməz. Bu mümkün deyil. Yəni isimdə bu mümkün deyil. Amma sifətdə bu mümkündür. Necə mümkündür? İzah edirəm. Yəni rus dilində olan sifətlərimiz cins dəyişə bilərlər. Buna görə də mən təbii ki də nə etməliyəm? Sözün ə, sonluğunu dəyişməliyəm. Sonluğunu dəyişmək üçün təbii ki də mənim sifətin sonluqları haqqında məlumatım olmalı. Düzdür? İndi izah edirəm. Baxın, kişi cinsində olan isim əgər kişi cinsində olmasını istəyirsinizsə, ismə i və yaxud da oy sonluğu artırırıq. Məsəl üçün, baxın, добрый, легкий, radnoy məsəl üçün. Bu sonluqları görürsünüz, deməli bizim sifətimiz kişi cinsinə aiddir. Aya və yaxud da yaya sonluğunu görürəmsə, sözümüz qadın cinsinə aiddir. Məsələn, baxın, веселая сказка, осенняя погода. Görürsünüz, aya, yaya sonluğu sifətin qadın cinsinə aid olduğunu bildirir. Orta cinsə isə o, ye və yaxud da ye sonluqlarımıza aiddir. Məsəl üçün, веселые, синие, например, правильно? Bu sonluqlarımız da aid olacaq orta cinsə. Bir dənə də belə bir nüans var. Yadda saxlayın ki, bizim sifətimizin can formasında da fərqli bir sonluğu var. I və yaxud da i. Məsələn, baxın, веселые, синие. Görürsünüz, belə bir sonluq var. İndi gəlin sizinlə belə bir dənə söz götürək. Məsəl üçün, götürün belə bir dənə красивый sözünü. Красивый. Və mən bunun sonluğunu sizə göstərim ki, sonluğu i-dir. Və əgər mənim sifətimin sonluğu i olacaqsa, hansı cinsə aid olurdu xanımlar və bəylər? Hı? Muşkoyro. Murskora, правильно. İndi baxın sizə göstərəcəm ki, mən bunun cinsini çox asanlıqla dəyişə bilərəm. Qadın cinsinin sonluqları nə idi? Baxın, buradan göstərim sizə. A-ya və yaxud da ya-ya. Mən oradan o ı sonluğunu silərək, baxın, oradan o ı sonluğunu silirəm. Bir dənə də a-ya əlavə edirəm. Sözüm olacaq красивая. Oy. Красивая. Görürsünüz, a-ya sonluğunu əlavə edərək sözü qadın cinsində istifadə etdim. Orta cinsdə istifadə edirəmsə, deyəcəm красивое, oye sonluğunu əlavə edəcəm. Cəm formasında istifadə edəcəmsə, mən bura bir dənə ı sonluğu əlavə edəcəm. Красивое olacaq. Deyəcəksiniz ki, müəllimə, bu bizim nəyimizə lazımdır? Bu bizim nəyimizə lazımdır? İzah edirəm sizə. Məsələ ondadır ki, xanımlar və bəylər, bizim rus dilində sizinlə magistratura imtahanında uzlaşma sualı düşə bilər. Məsəl üçün, isim və sifəti sizə uzlaşdırılmış şəkildə verir və biz sizinlə bilməliyik ki, bizim sifətimizin sonluğu, təki cəmi,
Bunların hamısı tamamilə isimdən asılıdır. Yəni rus dilində isim və sifətlər bir-biri ilə çox yaxın təmasdadırlar. Yəni isim və sifət bir-birindən asılıdır. Bir-birindən deyil də, hətta belə deyim, sifət tamamilə isimdən asılıdır. Əgər siz bir söz birləşməsi olaraq isim və sifət istifadə edirsinizsə, sizin diqqət yetirməli olduğunuz isimdir. Nəyinə diqqət yetirirsiniz? Təkcə cəminə diqqət yetirirsiniz. Halına diqqət yetirirsiniz. Hansı cinsdə olduğuna diqqət yetirirsiniz. Bunu aydınlaşdırdınızmı? Okey. Daha sonra keçirsiniz sifətə. Eyni ismin nə qrammatik cəhəti varsa, tək və cəmdir. Məsəl üçün təkdədirsə, sifətdə təkdə olmalıdır. Kişi cinsindədirsə, sifət də kişi cinsində olmalıdır. Adlı xaldadırsa, sifət də adlı xalda olmalıdır. Yəni ismin nə kimi bir qrammatikası varsa, onu tamamilə sifətə də keçirməlisiniz. Çünki sifət tamamilə isimdən asılıdır. Məsəl üçün deyirəm, sizə belə bir dənə söz yazıram. İmya. İmya sözüm hansı cinsə aiddir? Kimin yadındadır? Orta Sredi. cins. Orta cinsə aiddir. Çünki dedik ki, 10 dənə miya ilə bitən sözümüz orta cinsə aiddir. İndi mən bunlardan hər hansısa birini seçməli olsam nəyi seçəcəm? Hansı cinsi seçməli olacam? Təbii ki, orta cinsə aid olan sifəti seçməliyəm. Və o Красивая. da krasivoya. Все. Aydın oldu. Mən isim və sifətin uzlaşması dediyim zaman xanımlar və bəylər, bunu nəzərdə tuturam. Krasivoya imя. Anlaşıldı? Məsəl üçün imя deməyək, yazıram imina. Oy. İmina nə deməkdir? Adlar deyə tərcümə olunur. İndi mən gözəl adlar demək istəsəm nəyi istifadə etməliyəm? Красивая. Krasivые, yo. Adlar cəm formasındadır. Cəm formasındadırsa ondan öncə istifadə etdiyim sifət də cəm formasında olmalıdır. Ctrl-C eləyirəm, atıram bura. Krasivые imена, gözəl adlar. Aydındır. Baxın, isim təkdədirsə, sifət də təkdə olmalıdır. Kişi cinsindədirsə, sifət də kişi cinsində olmalıdır. Cəm formasındadırsa, o da cəm formasındadır, olmalıdır. Adlı xaldadırsa, o da adlı xalda olmalıdır. Yəni sizin etməli olduğunuz birinci məsələ isim və sifəti. İlk öncə ismi tapmalısınız. Ona uyğun olaraq sifəti istifadə etməlisiniz. Anlaşıldı mı? Məsəl üçün baxın, belə bir dənə söz yazdım sizin üçün. Tərcümə edin zəhmət olmasa. Rahat. Bəli, udobni Azərbaycan dili rahat deyə tərcümə olunur. Hansı cinsə aiddir bu söz? Murskoy roddur da. Muşkorod. Hardan bilirəm? I sonluğuna görə bilirəm də. Düzdür? Baxın, burada bir dənə I sonluğu var. Ona uyğun olaraq bilirəm ki, mənim bu sözüm kişi cinsinə aiddir. Siz bu sonluqları öyrənəcəksiniz, daha sonra daha yaxşı yadınızda qalacaq. Məsəl üçün, mən deyirəm udobni divan. Rahat divan. Divan sözüm kişi cinsindədir, bəli. Təkdədir, bəli. Adlı xaldadır, bəli. Görürsünüz, ondan öncə istifadə etdiyim sifət də kişi cinsindədir, təkdədir və adlı xaldadır. İndi məsəl üçün mən demək istəyirəm rahat maşın. Maşın rus dilində necə olacaq? Maşina. Maşına. Sözüm hansı cinsə aiddir xanımlar, bəylər? Hı? Qadın cinsinə aiddir. Deməli, mən bu udobni sözünün sonluğunu necə dəyişməliyəm? Qadın cinsinin hansı sonluqları var idi bizdə? Aya. Aya və yaxud da yaya, düzdür? Sözüm görsəncəyə baxın belə. Udobnaya maşina. Aydındır. Və yaxud da məsəl üçün belə bir dənə söz yazım sizin üçün. Bu söz hansı cinsə aiddir? Sredni rod. Orta Sredni rod. cins. O ilə bitir. İndi mən necə deyəcəm rahat kreslo? Deyəcəm udobnoye kreslo. Niyə? Çünki mənim sifətim orta cinsdə hansı sonluqlarla bitir? Oye və yaxud da yeye. Məsəl üçün belə bir dənə söz yazıram sizin üçün. Tərcümə edin zəhmət olmasa. Evdə Tamam. demək deyil. Dom. Yox, o domadır. Mən bunu dama deyə oxusam, evlər deyə tərcümə olunacaq. Dama, evlər. İndi bu cəm formasında mənim sifətim də hansı formada olmalıdır? Təbii ki də cəm formasında olmalıdır, düzdür? Bura necə, nə yazacağım artıq? Удобнее. Udobniye, dama. Aydındır, xanımlar, bəylər. Həminizə. Mənimə bir sual verə bilərəm. Bəli, buyurun. Bayaq məsələn isimləri keçəndə aya istisnalar var idi da orada Hı hı. kişi cinsi olan. Bəli. Şəkilçilərdə olacaq sifətdən. O kişi cinsi ilə də istifadə olunacaq. Məsəl üçün tutalım ki, belə bir dənə bir söz deyim. Belə bir dənə söz birləşməsi yazım sizə. Məsəl üçün yazmaq istəyirəm ki, gözəl cavan oğlan. Məsəl üçün cavan oğlan rusca olacaq yunaşa. Düzdür?
İndi mən bundan qabaq gözəl sözünü istifadə etməliyim. Təbii ki, kişi cinsində istifadə edəcəm. Красивый юноша. Niyə? Çünki mənim yunoşa sözüm hansı cinsə aiddir? Kişi cinsinə aiddir. Deməli, bundan öncə istifadə etdiyim sifət də hansı cinsdə olmalıdır? Hı? Kişi cinsində. Yox. Bilirsiniz müəllimə nə demək istəyirdim? Yəni elə sonluqlar ola bilər ki, ı ilə bitsin, qadın cinsi olsun, yaxud orta Yox. cins. Belə bir Xeyr, istisna var xeyr, sifət. xeyr, xeyr. Xeyr, elə bir şey yox. Hər sifətin artıq özünə xas bir sonluğu var, ismin özünə xas bir sonluğu var. Söz qrammatik olaraq dəyişə bilər, amma necə deyim, yəni məsələn hər hansısa bir fərqli bir halda istifadə olunmuş ola bilər. Amma siz o sözü ilkin halında hansı cinsə aid edirsinizsə, o bütün hallarında eyni cinsə aid olaraq qalacaq. Heç bir dəyişiklik olmayacaq. Aydındır? Bəli, çox sağ olun. Bu belə. Bir dənə də son bir nüans göstərmək istəyirəm. Bunu sizə zaten qrupa atacağım, oxuyacaqsınız, öyrənəcəksiniz. Bir dənə də məsələ var. Burada sizin üçün sözlər qeyd etmişəm, substantivləşmiş sözlər. Bunlar həm isim, həm sifət kimi istifadə olunan sözlərdir və yaxud da tək isim və yaxud tək sifət kimi istifadə olunan sözlərdir. Baxın, buraya yazmışam. Субстантивированные прилагательные, слова, которые могут употребляться и как существительные, и как прилагательные. Sizə bura qeyd etdiyim sözlər həm isim, həm sifət kimi istifadə olunan sözlərimizdir. Deməli, xanımlar və bəylər, bu tip sual normalda artıq bir neçə ildə imtahanda yox idi. Mən rast gəlmirdim, amma keçən il imtahanda var idi. Yəni, qabağımıza çıxmışdı bu tip sual. Ən sonuncu 20-ci sual idi hər iki variantda. Var idi bu tip bir sual. Ona görə bu sözlər isə sadəcə və sadəcə tərcümələri ilə birlikdə öyrənilməlidir. Vəssalam. Burada çox təəssüf ki, mənim sizə o qədər də kömək edə biləcəyim bir şey yoxdur. Sadəcə onu deyə bilərəm ki, bunlar substantivləşmiş sifətlərdir və rus dilində həm isim, həm də sifət kimi istifadə oluna bilərlər. Siz bu sözləri yavaş-yavaş öyrənməyə başlayacaqsınız. Mən də sizə bunlara uyğun olaraq testlərin üzərində izah edəcəm ki, bunları necə tapmaq lazımdır. Vəssalam. Aydın oldu sizə. Anlaşılmayan nəsə var? Xanımlar, bəylər və yaxud da vermək istədiyiniz hər hansısa bir sual. Salam Sabina xanım. Salam, axşamınız xeyir. Buyurun. Salamınız xeyir. Buracan izah etdiyiniz aydındır. Biraz yarımçıq qoşuldum. İndi də təkrarını izləyəcəm. Sadəcə mənim testlər işləyəndə bir-iki dənə sualım formalaşdı. Onları sizə vermək istəyirdim. Okey, gəlin belə edək. Sizin testdə olan suallarınızı siz zəhmət olmasa hamınız qruplara göndərin də. Çünki biz